Messi yoxsa Ronaldo? Bugün deyəcəyim kateqoriyada hansı yaxşıdır onu seçirik. İlk kateqoriyamız top itirmə göstəricisi. Top itirmə göstəricisində Ronaldo'nu seçmək istəyirəm. Çünki karyerasının ilk vaxtlarında Manchester Uniteddə sadəcə dribling eləməyə çalışan bir uşaq idi. Ona görə Ronaldo. Növbəti kateqoriyamız cərimə zərbələri. Bu çox çətin seçimdir. Əslində bütün futbol auditoriyası düşünür ki, Ronaldo'nun cərimə zərbələri daha yaxşıdır. Karyerasının bir müddətinə qədər həqiqətən elə idi. Messi 30 yaşından sonra öyrəndi cərimə zərbələrini. Yenə də Ronaldo seçirəm. Sonuncu kateqoriya isə sürət. Şübhəsiz Cristiano Ronaldo nə qədər istedad çox vacib bir şey olsa da, düşünürəm ki, Ronaldo üzərində daha çox işləyib və sürətini daha çox artırıb. Mənim seçimim belə oldu. Sənin seçimlərin necədir?